25-30 yaş aralığı artıq elə yaşdır ki, bu yaşda pasientlər yavaş-yavaş daha çox profilaktik, yəni yaşlanmanın qarşısını alan prosedurlarla tanış olmağa başlamalıdırlar. Eğer daha konkret desək, 18-25 yaş qrupunda məsləhət gördüyümüz prosedurların, yəni peelinglərin, çiskaların, mikrotop prosedurların üzərinə inyeksiyon prosedurları da burada əlavə olunur. İnyeksiyon prosedurlar arasında en çok məsləhət gördüyümüz bu yaş qrupu üçün botulinoterapia prosedurudur. Nəyə görə məhz botulinoterapia? Çünki bu yaş qrupunda mimik əzəllər daha aktiv olurlar, daha çox aktivləşməyə başlayırlar və buna görə də botulinoterapia bizdə daha çox profilaktik, yəni yaranan qırışların qarşısını almaq üçün tətbiq olunur. Həddindən artıq çox dolgularla özü yükləməyə məsləhət görmürəm bu yaşda. Çünki həddindən artıq çox olunan dolgular istər-istənməz dərinin strukturunu, toxumaların strukturunu dəyişir. Bu da arzu olunmazdır. İnyeksiyon prosedurlar arasında daha çox mezoterapiya, PRP terapiya, biorevitalizasiya prosedurları oluna bilər. Bunlar daha çox dərini nəmləndirmək, qidalandırmaq və təravətləndirmək üçün məsləhət görülür. Dermatolog Gülşən Əzizova.